Elhamdülillah Rabbil alemin və salatu və salamu alə əşrafil ənbiyyal mürsəlin Seyyidə Muhammedin və alə əlihi və ashabi əcmənin var. Deməli, selamu aleykum və rəhmətullah. Deməli, biz dərsimiz aydındır. İslamdan çıxardan onlara məsələdən danışırıq. Və bu mühüm məsələdir. Çünki müsəlman İslamda qalmağı da rahat deyil. İslamda qalmaq üçün gərək müəyyən bir məsələləri bilməlidir ki, onlara düşməyə. Bu kitab bizə göstərir, necə İslamda qala bilərsən. Hansı sözləri işlətsən, İslamdan çıxa bilərsən, hansı sözləri işlətsən, İslamdan çıxmaya bilərsən. Və kitab baxmayaraq balacadır, olar ki, çoxlu faydalarladır. Və biz 4-cü məsələdəydik, hansı ki, Şeyx Rahiməhullah deməli, o hökm məsələsini toxundu və bildirdi ki, kim Allahın hökmü yox, başqa hökmü üstün saysa və ya daha məsləhətli saysa, o kafirdir və həmçinin şeyx orada tağut sözünü işlətdi, yəni tağut. Və bildiyi tağut nədir? Və tağutun növləri var. Hətta biz gördük ki, sələf tağutu həmçinin böyük günah sahibləri üçün də işlədiblər. Bəzi günahlar üçün. Onu göstərir ki, tağut kəlməsi heç də kafir demək deyil. Baxır, kimə işlənir, necə işlənir. Böyük günah kimdə mənasını verə bilər, kafir kimdə mənasını verə bilər. Sadəcə dəqiqləşdirmək lazımdır. Və sonra dedik ki, ümumiyyətlə bu məsələ Allahın hökmünə hökm verməmək, o da böyük məsələlərdəndir. Çünki hökm Allahındır. Allah daha bizi yaxşı bilir, nə hökmə layiqik, o xəlq eləyib. Təbii ki, xəlq edən özü bilər, məxluqu nəyə lazımdır ehtiyacı. Allahın hökm elədi ki, dəyişilməzdir. Və hər bir zamana və hər bir yeri münasibdir. Amma başqa hökmlərdə bu xüsusiyyət yoxdur. Bu xüsusiyyət yoxdur. Ona görə Şeyx Rahimullah bu məsələni gətirir ki, İslamdan çıxardan. Yəni, İslamdan çıxarda bilər. Günə üçün belə deyirik, bu bəzi məsələlər, bu 10 dənə gətirdiyi şeyxin məsələlərində heç də hamısı eləyən kimi kafir olmur insan. Bəzilər kafir olur, dərhal baxmayaraq halal görsə, halal görməsə, bəzilər isə qeyd lazımdır, şərh, təfsilata getmək lazımdır. O da biz əhl-i-sünnə və cəma olmamızı görə, əqidəmizi görə, minhəcimizi görə məcburuq. Yoxsa bu getirib başqa şeyləri çıxardır. Nəinki hər tərəfli. Hər tərəfli. Və dedik ki, hökm Allahındır, onda şək yoxdur. Və dedik ki, nə vaxt insan küfür sayıla bilər, kafir də ola bilər. Əgər desə ki, kim, başqa hökm, Allahın hökmü kimidir, birdir və ya üstündür və ya Allahın hökmü münasib deyil, uyğun deyil. Təbii ki, o küfür eləyib, hələm kafir deyil yenə. Kafir nə vaxt olur? Əgər hüccət qalxandan sonra, bəyan olunandan sonra, ondan sonra da o aydın olandan sonra ona ki, belədir, bu olmaz. Hökm Allahındır. Ondan sonra əgər israrla eləsə artıq hökm olur onu kafir. Belə qaydana əhl-i-sünnə bizi öyrədib, təlim verib və dedik ki, 5.44 də əsas ayələrdən biridir bu məsələdə. Bu ayə baxmayaraq xristiyanlar səbəb olub nazir olmağında əhli kitab, daha doğrusu yahudilər. Lakin hökm ümumidir. Çünki Quranda qayda var, ibrət ləfsin xüsusiliyində yox, ümumiliyindədir. Yəni, ola bilər ayələr hansısa bir xüsusi qom üçün deyilib o. Xüsusi tayfa üçün, xüsusi zaman üçün. Amma ibrət ləfsin xüsusiliyində yox, ümumiliyindədir. Yəni, ümumən, kim belə eləsə, o da aiddir bu ayəyə. Aydındır.
Və dedik ki, Allah Subhanahu taala buyurur ki: "Və men lem yahkum bima enzelallahu fe ulaikumul kafirun." Bu ayədə hamı daxildir. Hətta xət çəkən uşaqlar arasında oyun oynayan o xət çəkən də. Şeyxülislam deyir, bu sahabələrin ümumən rəyi idi. Və həmçinin dedik, baxmayaq hansı məsələ olsa olsun. 100 dənə hökmü dəyişsə, üstün saysa məsələn, və ya bir dənə üstün saysa, fərqi yoxdur. İnsan baxmır hökmün sayına, baxır əməlinə, hansı hökmü şeyləyir. Əgər hansısa bir hökmün bir dənəsin düz tutsa və ya Allahın hökmünün üstün saysa, daha hikmətli saysa, o küfürlüyüb, lakin bəyan ondan sonra əgər belə olsa yenə o kafirdir. Bu Əhl-i-Sünnə vəl Cəmaənin minhəcidir, yoludur. Belə deyib alimlər, ona görə məmunun yanına gələndə xavariclərdən biri o ayəni gətirir, 5.44-dür. Məmun da ona deyir ki, sən ispat eləyə bilərsən ki, bu ayə icmadır, Qurandan ayədir bu. Xavaricə deyir. Deyir, əlbəttə, hamı sahabələrdən bu gəlib, hamı oxuyub bu ayəni bu yerdə. Deyib, elə isə bilginən ki, həmçinin bunun təfsirində də icmadır. Elə isə bilginən ki, bunun təfsirində də ki, burada qəsd olan böyük günah deyil, o da icmadır. Yəni, bizə müxalif olan bu məsələdə nə deyir? Xavariclər olub, onlar götürüb tətbiq edirlər və tətbiq edirlər kimə? Əli ibn Əbi Talibə, Osman radiyallahu anhaya, hansı ki, sağlığında cənnətlə müjdələnmişdilər. Və lakin bəzi müşkül məsələlər var, o da Əhl-i-Sünnə içində, bu məsələdə. Bəziləri Əhl-i-Sünnədən onlar götürürlər bu məsələni əsas və bu məsələdə təfsilat verməyiblər. Mütləqən təkfir ediblər bu ayənə. Mütləqən, təfsilatsız. Hətta danışılanda da fikir verirsən ki, söhbəti aparırlar mütləq təkfirə. Təfsilatı gedmirlər. Çünki təfsilata geçsələr məcburla belə etsinlər. Amma bu məsələ təfsilata ehtiyac var. Çünki sələflərdən bəziləri hətta deyib ki, bu barədə ki, təfsilata gedməyən, mütləq götürən bu ayəni bir dənə xavariclər olub. Aydındır. Və kifayət qədər bu təfsilatı hamı deyib demək olar. Hətta Ləcnən özü də burada Şeyx İbn Baza sual verirlər. Məsələn, birini oxuyaq. Deyir ki, kim Allahın hökmü ilə hökm verməsə, o müsəlmandır ya kafirdir. Və kafirdirsə, böyük küfürdür və əgər elədirsə, ondan əməllər qəbuldur, yoxsa yox. Şeyx İbn Baza sual verirlər. Şeyx İbn Baz deyir, Allah Subhanahu taala buyurub, kim Allahın hökmünü hökm vermirsə, onlar kafirdir. Kim Allahın hökmünü hökm vermirsə, onlar zalimdir. Kim Allahın hökmünü hökm vermirsə, onlar fasiqdir. Lakin, əgər halal görsə və etiqad eləsə onun caizliyin, bu böyük küfürdür. Bu böyük zülümdür və bu böyük fiskdir, hansı ki millətdən çıxardır. Yox, əgər dünya məqsədlərinə görə, rüşvətə görə və ya başqa məqsədlə eləsə, lakin bilir ki, bu haramdır. Etiqadında budur ki, halal görmür, sadəcə haram görür. O, böyük günah sahibidir. Bu, kiçik küfürdür, yəni böyük günah. Bu, kiçik fiskdir və bu, kiçik zülümdür və bu, millətdən çıxadmır. Necə ki, elm əhli bu ayənin təfsirlərində qeyd ediblər. Sonra Şeyx İbn Baz deyir ki, Allahın hökmünə hökm verməyən 4 dənə haldan çıxa bilmir bayra. 4 dənə haldan, 4 dənə vəziyyətdən. Ya desə ki, bu qeyri-hökm əfzəl Allahın hökmündən kafirdir, böyük küfürdür.
desə ki, ikinci halı, bununla da caizdir, o da küfürdür, böyük küfür. Üçüncü hal, hətta desə ki, düzdür, Allahın şəriəti əfsəldir, lakin bununla da caizdir, o da küfürdür. Lakin desə ki, bilsə ki, bəli, başqa hökm hamısı boş şeydir, düzgün deyil, sadəcə şəriət hökm əfsəldir, lakin bu məsələ belə yüngül baxır. Yüngül baxa və ya dünya haqq-hesablarının birinə görə nəsə eləsə, ona görə eləsə, o küçük küfürdə hansı ki millətdən çıxadmır, o böyük günah ki sahiblərinə sayılır. Üçü çıxardır, biri yox. Yəni Şeyx bin Baz rahiməhullah 4 dənə halı gətirir. Yəni hökm verməyən Allahın hökmü ilə bu 4 dənə haldan, yəni birində çıxmır, üçündə çıxa bilər. Daimi belə davam edirsə, ya bir-iki olur. Fərqi yoxdur. Fərqi yoxdur. Tutaq ki, bir dəfə eləsə və ya 100 dəfə eləsə, birdən daim eləyir. Məsələn, götürüb hansı qanunu eləyir. Necə məsələn, indikilər. Yenə, yəni alimlərdən soruşublar ki, bu indikilərə aiddir. Deyiblər, fərqi yoxdur. Yəni, ne üçün? O dəlillər ki var, nəsə xas eləməyib kiməsə. Aydındır, xas eləməyib kiməsə. Hansısa bir, yəni, fasiqə aid deyil, məsələn, zalıma aid deyil və s. Hökm məsələləri həssas məsələlərdir, ona görə diqqət, dəqiqlik istəyir. Həmçində bu problem nədədir? Məsələn, bəzilər bu məsələ danışanda demək istəyir ki, indikilərə aid deyil, o da getirib nəyi çıxardır? İtaatsizliyə. Yəni, demək istəyir ki, heç bir şey tabi olma. İtaatsizliyə. Bu da gətirir sonra problemlər çıxardır. Çünki kafirin hökmü artıq başqadır. Sonra bəziləri, onlar bəlkə özləri də deyirlər ki, yo, biz demirik ki, hakimin qarşı çıxma olar. Amma görürsən, olur qruplar var, onlar bunlardan istifadə eləyir. Götürər, aparır, hansı şeydə istifadə eləyir, ya döyüş bölgələrinə və ya məsələn, hakimdə qarşı nəsə aparmağa istifadə eləyir və boynuna qoyur ki, sən çıxmasan kafir olacaqsan özün. Bu problemlər var. Yəni, heç də məsələ eləm bununla qutarmayıb. Yəni. Ona görə qardaşlar bu məsələdə biraz diqqətli olmalıdırlar. Deməlidirlər ki, bu bir dənə hakim aid deyil, hər bir hakim aiddir, hakim evdə də sənsən hakim, hamımız aiddir. Əgər bir məsələdə görsək, bəli, hə, lakin sadəcə görməyimiz kifayət deyil. Gərək ola bilər bilməyək. Ola bilər adam bilməsin, nə qədər məsələlər var, bilmirlər, cəmaat eləyirlər. Dəqiq bilmirlər. Yəni, təlimə ehtiyacları var. Baxmaraq, məsələn, Saudiyada şəriət, qanun şəriətdir, kitab və sünnə. Bunların düsturları kitab və sünnədir, Qurandır. Məktəb başlayır 1-ci sinifdən, tohiddən gedir 10-cu sinifə qədər və s. İndi olub nəfsdən 11-li idim, neçədir. Meçidlər və s. Allah ki, görürsən, yenə orada cəmiyyətdə elələr var, çoxsu bilmir işlə. Və təsəvvür edək belə cəmiyyətdə. Hansı ki, məktəblərdə işini yoxdur. Əksində bəzi dərs kitablarında yazılır ki, İsa Allahın oğludur və s. Təsəvvür belə cəmiyyətdə necə? Ona görə biraz məsələləri geniş baxmaq lazım. Dar çərçivədən yox. Yaşadığın yer vəziyyəti nəzərə almaq lazımdır. Cəmaata halan. Ona görə Omar ibn Xattab belə bəzi rivayətlərdə gəlib ki, əli kəsməyə hökmün saxlamışdı müvəqqəti. Ki, aclıq idi, oğurluq çoxalmışdı. Məcbur idi bəziləri eləmək. O demək deyil ki, istəmir, Allahın hökmünə qarşıdır, yox. Aydın qardaşlar. Sonra, deməli, şeyx buyurur ki, rahiməhullah, rəhmətən vasiyə, qolun musannif, الخامس من أبغض شيئا مما جاء به الرسول صلى الله عليه وسلم ولو عمل به كفر. Kim Peyğəmbər sallallahu aleyhi ve sellem nəysə gəlməyin xoşlamayaq. Lab əməl də eləsə baxmayaraq kafir olur. Fikir versən. Çünki
Xoşlamağın əksi məhəbbətdir. Sevmək. Və sevmək də la ilahe illallahın şərtlərindəndir. Ona görə bax, bunlar fikir versən, xoşlamasa, əməl eləsə belə fayda verməyəcək. Hər bir əməl sünnədə gəldiyi, nəsə ki sünnə, Allahın kəlamında da hər bir əməl nə edilir, hansı şərtdir ki, məhəbbət olmalıdır. Sevgi olmalıdır. Bu la ilahenin şərtlərindəndir. Əks halda fayda verməyəcək, küfr etmiş olur. Hətta əməl eləsə belə. Məsələn, biri hicab taxır qadını, lakin istəmir, xoşlamır bunu. Bu küfr eləmiş olur. Baxmıra, əməl eləyir. Və ya biri saqqal saxlayır, xoşlamır. Aydındır. Lakin edir bunu. Düz belə misal azdır, amma hicaba olar. Qadınlar bəzilə var ki, məcburən geyirlər. Olmaz. Bəzən görsən, ərlər problemləri çıxır bu məsələdə. Öz yoldaşlarına olmaz. O qadın ki, bağlanmır, birinci Allah ası olur, ikinci əlinə. İki tərəfli günah qazanır. Burada şeyx deyir ki, rahimullah, kim qəzəb eləsə, yəni sevməsə və hətta əməl eləsə belə, Peyğəmbər salsın nəsi gəlibsə, Allah və Rasulun əmrin. Buna dəlil nədir? Buna dəlillər Allah subhanətə bəzi ayədə buyurur ki, zəlikə bi ennəhum kərihu mə ənzəlallah fə əhbata əmalum. Onlar ki, Allahın nazil etdiyini ikrah etdilər, istəmədilər, sevmədilər, Allah subhanətə onların əməllərin batil etdi. Ona görə dedi ki, sevmək la ilahenin şərtlərindəndir. Allah subhanətə buyurur, وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللّٰهِ. Bu ayda Allah subhanətə buyurur, insanların da bəziləri var idi ki, Allahdan qeyrisilər, nidləri, şirki, şərik qoşduqlarını Allah sevdikləri kimi sevələr. Lakin şahid burada nədir? Şeyx Abdurrahman ibn Həsən deyir ki, onlar hələm Allahı sevə-sevə sadəcə başqalarını da bir seviblər, ona görə kafir olublar. Və təsəvvürlə kim sevməsə. Bunlar sevə-sevə, Allah sevə-sevə başqasını da şirki sevdiklərinə görə kafir olublar. Və təsəvvürlə kim sevməsə hələ Allah subhanətə alə əmirlərin. Allah pisdə alır, təbii ki. Yəni Allah subhanətə əmrini sevməsə. Və həmçinin bu münafiqlərin sifətindəndir. Bu məsələ. Allah subhanətə buyurur, وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَى وَلَا يُنْفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ. Münafiqlərin sifətlərindən budur ki, onlar namaza qalxdıqlarlar, tənbəlliyi ilə qalxardılar, istəməyə, sevməyə. Və infaq eləyəndə də Allah subhanətə sədəqə verəndə də ikrahla verərdilər, istəməyə. Sevmirdilər. Təbii ki, bu münafiqlər, lakin əlaqəsi var. Və lakin, burada ikrah sözü, qardaşlar, sevməmək var, təbii ikrah, sevməmək, istəməmək, təbii. Var, bu təbii ikrah çıxartmır dindən insanı, təbii. Amma təbii olmayan, hansı ki, məhz bu əmrə görə, bu əmr xoşuma gəlmədiyinə görə ikrah edirsə, o çıxardır dindən. Yaxşı, fərqləndirmə nə üçün? Məsələn, birinci nədir əlaməti? Hansı ki, bu ikrah hamısında olub ölə bilər. Yəni, qəlbə əməllərdəndir. Bu, məsələn, ağırlığa, çətinliyə dönür, yəni bunu. Məsələn, birdən bir şey uzaqdır, məsələn, gedmək istəmirsə, ikrah eləyirsən. Aydındır. Və ya, məsələn, məscidə gedməyə ikrah eləyirsən, uzaqdır. Ona görə, ağırdır ona görə. Bunu ne üçün deyirik? Çünki şəriət bölüb bunları. Yəni, buna misal, məsələn, Allah subhanətə buyurur, Kutubə aleykumul qital və o kurhun ləkum. Allah subhanətə sizə döyüşü, cihadı fərz etdi və siz onu istəmirsiniz, ikrah edirsiniz.
Kurhun ləkum. Təbiidir. Gəlmədi ki, sevmədiyinizə kafir oldunuz. Var təbii, var təbii olmayan. Gərək ayıraq bunu. Çünki kim şeyxin sözün cümləni götürsə, ikrah olmaq tutardı, yox. Elə ikrah var ki, o ağırlığa çətinliyidir. Biri var, zəifdir, döyüşə bilmir. Gedmək istəmir. İkrah eləyir, yəni qəlbi istəmir. O demək deyil, şəriyyəti istəmir. Aydındır? O demək deyil, şəriyyəti istəmir o. Amma ikinci isə o məsələn Allah Subhanahu əmrinə məsələn istəməyə, ikrar eləyə. Məsələn, hansı ki, elm çatandan sonra ikrar elə, istəməyə eləməyə. Və bu çıxardır, bu küfürdür, qorxuludur. Birinci isə eyb olsa da o çıxartmır. Aydındır, o küfür deyil. Yəni, biraz burada bu incəliyi geri ayırasan. Aydın qardaşlar, necə Qurtubi Rahimullah deyir ki, Qurtubi cihad, yəni ne üçün ikrah kimi adlandırır, kurhan adlandırır? Çünki orada mal, pul çıxarmaq lazımdır. Orada vətəndən ayrılırsan, öz əhlindən ayrılırsan, əhl-i beytindən və insan təbiətində var ki, istəmir. Həmçinin orada çətinlik var, yaralanmaq var və s. və əzaları itirmək var, ölüm var və ona görə bu ürək, qəlb biraz yəni sevməyib tam. Xüsusən də birinci hallar. O demək deyil ki, İbn Qurtubi deyir ki, rahimullah, o demək deyil ki, bu ikrah Allahın cihadı fərz etdiyinə görə ikrah edib, yox. Sadəcə gedəndə, hətta cihadı qışqıranlardan, görürsən, qışqırır, deyirsən, gəl gedək, onda deyir, diyan, sağ işim var, gələm sağ. Ona görə var bəziləri, hansı ki, dedilər, getdilər, reklam da demədilər özlərini. Aynında Allah subhanət hala indi ölüblərsə günahlarını bağışlasın ola. Allah şəhidlərdən qəbul etsin. Ancaq o qalsın, gəlməklər düz idi, yoxsa Allah bilir. Çünki hal-hazırda cihad hamına fard olan deyil. Fardul kifayə idi. Gediblər, ona görə indi dövlət qalsın qırağı, valideynlərlə gərək icazə almalıydılar. Yəni, ölüblərsə valideynlərin üzrünə ağ öldülər. Allah bilir. O qiyamət günü o sorusal olacaq. Yəni, balaca məsələ deyil. Həmçinin borcu var idisə, borcu da bağışlanmır. Yəni, insan haqları bağışlanmır. Allah öz haqqını bağışlayır ona, mücahidə. Əgər Allahın adını yüksək tutmaq üçün ölübsə. Amma insanlar haqları bağışlanmır. Yəni, borcdur. Laf fardul endə də o məsələ qalır onda. O məsələ qalır. İnsan haqları qalır. Ona görə insan haqlarını gərək tələsəsən həmişə ödəməyə. Yəni, şəriət nöş deyil. Balaca sahabələrdən biri Peyğəmbər salsın birinci risalənin birinci vaxtlarında cənazəni qılanda soruşurdu, borcu var yoxsa yox? Borc məsələ hasant deyil. Biz deyirik, halvaya döndərmişik. Görürsən, bəzilər qardaşlar hətta atırlar artıq. Dönüb halvaya. Peyğəmbər salsın soruşardı, birinin borcu var. Desəydilər, yox, onda qılırdı. Desəydilər, hə, başqası qılardı. Ona görə sahabələrdən biri vəfat etmişdi, bir neçə dinarı qalmışdı, bir neçə, yəni bizim dindən çox da pul deyildi. Peyğəmbər salsın deyəndə ki, borcu var, dedilər, hə, filan qədər. Sahabələrdən biridir ki, mən zamin diyara verəcəm onun pulun. Qıl ya Rasulullah. Dedi, diyanırsan, dedi, hə, qıldı. Sabahçı gün soruşdu ki, verdin, dedi, yox, verməmişəm mənəm. O birisi gün soruşdu, verdin, dedi, sahabə də fikirlənir də, yəni azdan o görə də. Sonra üçüncü gün soruşanda dedi ki, hə, indi verdi. Dedi, indi əti başladı soğumağa. Hə, indi əti başladı soğumağa. Hə, ona görə bəzi qardaşlar buna halva kimi baxır. Halva deyil. Halva yemək asandır ondan.
Ya, daha doğrusu, halva yemək, o halva yemək deyil o. O, doğrudan təhlükəlidir. Hər dəqiqə ölə bilərsən. Bax, xüsusən də burada nəinki borcdandan danışırıq biz, insan haqları. Ona görə də bada kimsə haqqına girməyi. Ehtiyatlı ol. Ehtiyatlı ol, çünki o bağışlanmır. Allah isə öz haqlarını bağışlayır. Deməli, və həmçinin, məsələn, gəlib ki, məsələn, istəməmək o deməkdə öz şəriəti istəmir. Aydındır. Amma məsələn, şəriəti istəməsə, məsələn, o hökmün, o küfürdür. Biz dedik də, hə? Məsələn, var ki, məsələn, deyir ki, əfsəldir, qəbul edir şəriəti. Belə də ürək istəmir də onu əməl eləmək. Məsələn, hədisdə də gəlib ki, təbii istəməməkdən. Məsələn, Əbu Hüreyrə rivayətində deyir ki, soyuq İsbahul vudu aləl məkari, yəni çətinlikdə dastamaz almaq daha savablıdır. Çünki hamımız rahatçılıq axtarıq, isti su, krantlansızdan belə. Yoxsa çayın içində buzla dastamaz almaq, öyle çəkmir, istəmir belə, istəmirsən. O təbiidir, o küfür deyil. Amma bilsə ki, məlum olandan sonra ki, bu Allahın hökmüdür, bu məsələyə ki, istəmir, bu nə deyək, mən istəmirəm bunu əməl eləmək. Bu nə hökmdür? O küfürdür. Aydındır. Müslim rivayət edir bunu. Deməli, Şeyx Rahimullah bu məsələdə az danışır. Yəni, çox, hətta şərhçilər də bu məsələni çox şərh eləməyiblər. O da ola bilsin, bəlkə başqa şərhçilər çox danışırlar, lakin burada az danışır şeyx. Sonra deyir ki, Rahimullah, qolul musannif Rahimullah 6-cı məsələ İslamdan çıxardan. O da kim Peyğəmbər sallallahu aleyhi ve sellemin dində gətirdiyi bir savaba və ya bir əmələ istiza eləsə və ya hansısa bir cəzasına istiza eləsə, o küfür edir və dəlil də buna nədir? Allah subhanətlə buyurur ki, Qul əbillahi və ayətihi və rasulihi kuntum təstəhciun la ta'teciru qad kəfartum ba'da imanikum. Ayədə dəlil budur ki, istiza eləyən dinlə kafir olur. Və bu küfür fərqi yoxdur. Halal görsə, halal görməsə kafirdir. Dinlə istiza eləmək olmaz. Hüccət yoxdur. Yox. Bunda yox. Bunda hüccət yoxdur. Saqqal verir. Saqqal da. Saqqal da əgər, amma şərhi var. Məsələn, Şeyx Hüseymin deyir ki, biri azan verir, deyir, söyür bunu, azan verəni. O dəqiqləşdirmək lazım. Bu azan verəni söyür, yoxsa azanı deyənin kəlmələrin. Əgər kəlmələr sözü kafirdir. Yox, əgər azan verən sözü kafirdir. Ona görə bir nəsə görsək, məsələn, qəsdin bilmək lazımdır. Necə ki, məsələn, qəbillərə gedirlər, ha. Eləsi var, gedib ondan istəyir. Eləsi varsa, gedib oradan istəyir. Allaha. Allahdan oradan istəyir. Orada gör ki, yaxşı tutur da dualar. Buna elə gəlir cahillərdən. Bu da asma-i sifətdə problemdir. Yəni, Allahın eşitməyində. Hansı ki, sən namaz qıl evdə, Allah subhanə eşitir də, həddi yoxdur eşitməyinin və görməyinin. Bu deyir, yox. Bu gedir etiqadına belə ki, orada başqadır, ora başqadır. Ona görə kim gedir oradan istəyirsə bir dədə əməli. Kim gedir ondan istəyir küfürdür. Ona görə biz qəsdi bilməliyik. Mütləq. Yoxsa problemə girərik. Özümüzü problemə salaraq. Təbii ki, bunda icmadır bu məsələdə. Quranda kifayət qədər ayələr var və həmçinin hədislərdə həmçinin icmadır. Burada Qadı İyad deyir ki, rahiməhullah, rahmatan vasi'a, kim Peyğəmbəri sözüyə, yoxsa onu eyb eləsə ona və ya nəsə onun nəfsində, onun nəsəbinə və ya gətirdiyi bir şəriətə naqislik görsə, təhqir eləsə və ya söyüşə bənzər bir nəsə desə, yəni alçatsa və ya eyb eləsə, o söyüş kimi damsıblar. Aydındır. Təbii ki, söyüş sənə hökmü aydındır nədir?
Yəni, qətildir, sadəcə bunu dərhal demək lazımdır ki, hakim eləyir, hakim işlədir. Aydındır. Bunu, məsələn, sən görsən birdən vələ zındığı, sən işlənmə ona. Sən işlənmə, yəni, öldürüb elərsən birdən. Öldürmək olmaz, sən niyə öl, yəni? Öldürmək hakimlikdir. Hakim cəzasını verməlidir, vermirsə özü qiyamət günü cavab verəcək. Sən niyə öl? Yəni, amma sən bəyan elə, başa sal, bəlkə başa düşdə zındıqdır. Aydındır. Lakin onun tövbə eləsə, tövbəsi qəbuldur, yoxsa yox. Tövbəsi qəbuldur, yoxsa yox. Hər adamın Allahın dini ilə, Allahın peyğəmbəri ilə istihza eləyən tövbəsi qəbuldur, yoxsa yox. İnşallah bu qalsın gələn dərsimizə. İnşallah gələn dərsi götürərik ki, bəzi alimlər deyiblər tövbəsi qəbuldur, bəzilər deyiblər yox. İndi bir qədər qısa toxunarıq bəlkə olan dəlillərinə. Aydındır. Və sonda bir nəticə eləyərik inşallah. Görə alimlər sonda nə deyir? Çünki məsələ biraz şərhə ehtiyacı var. Aydındır. Allah bilir düzün. Selamun Aleyküm və Rahmetullah və Bərəkatuhu.